Fayda başladı. Əla. Deməli, duyğu orqanlarımız və analizatorlardır dərsimiz. Duyğu orqanlarımız deyəndə insanda 5 dənə duyğu orqanı var. Bunlardan qoxu bilmə, eşitmə, dad bilmə, görmə və dəri hissiyatıdır. Biz bu duyğu orqanları vasitəsilə ətraf mühitdən, yəni xarici mühitdən olan qıcıqları qəbul edirik. Bunu analiz edirik beyin yarımkürələrində və sonra işçi orqanlarımız vasitəsilə müvafiq reaksiyaları veririk. Deməli, duyğu orqanlarımızdan analizatorlar adlanırlar. Analizatorlara öyrənibdir Pavlov. Pavlov analizatorları öyrənibdir, araşdırıbdır və deyib ki, duyğu orqanlarımız, yəni analizatorlarımız, yadınıza düşürsə biz refleks köprüsü keçmişdik. Kimdə? Sinirdə. Və orada demişdik ki, Descartes refleks köprüsünü 5 hissədən ibarət olduğunu demişdi. Hansı ki, birinci hissəm deməli reseptor idi, ikinci hissəm hissi yolu idi, üçüncü hissə mərkəz idi, yəni baş beyin ümumiyyətlə beyin, onurğa beyin və baş beyin. Sonra dördüncü hissə hissi yoluydu, beşinci hissə isə işçi orqan idi. Pavlov analizatorları araşdırarkən öyrənir ki, o 3 hissədən ibarətdir. Yəni hansı hissələrdir? Bu Descartes-in araşdırdığı refleks köprüsünün ilk 3 hissəsi. Birinci hissəsi, yəni reseptor, reseptora aiddir. Məsələn, gözün torlu qıyşası, dilin dad məməcikləri, qulaqda ilbiz. Bax, bunlar reseptora aid olacaq. Reseptor. İkincisi olacaq hissi yol. Hissi yol. Hansı ki, burada aparıcı sinirlərdən söhbət gedir. Məsələn, görmə siniri çıxar kör ləkədən, sonra ilbizdən çıxar eşitmə siniri. Bunlar sinirlər hissi yoldur. Üçüncü isə artıq mərkəzdir. Mərkəzimiz də olacaq hər bir orqanın özünə məxsus olan mərkəzi. Məsələn, eşitmənin mərkəzi gicgahdır, dəri əzələ hissiyatının mərkəzi təpə payıdır, sonra görmənin mərkəzi ənsə payıdır. Bax, bu beyin yarımkürələrinin müvafiq payı olacaq mərkəz. Və analizatorlar bu hissədən ibarətdir. Bizim nə hərəkət yolumuz yoxdur, nə də işçi orqanımız yoxdur. Biz görürük, beynimizdə analiz edirik və onu başa düşürük. Bu şəkildə. Bu şəkildə deməli 3 hissədən ibarət olduğunu dedi və ətraf aləmi bu şəkildə görürük, dərk edirik. Burada qıcıqlanmalar reseptorlar haqqında veribdir. Çox uzatmadan o hissəni oxuyub yəni başa düşəcəksiniz. Keçək görmə orqanımıza. Görmə orqanımız gözdür. İnsanın gözü gözün əsas hissəsindən və köməkçi aparatından ibarətdir. Gözün köməkçi aparatı deyəndə biz göz yaşı kanalcığıdır, qaşlardır, sonra göz yaşı vəzlərdir, kirpiklərdir. Sonra göz axarlarıdır, göz qapaqlarıdır. Bunlara biz deyəcəyik gözün köməkçi aparatıdır. Bundan əlavə məsələn göz almasının əzələlərdir. Bunlar da köməkçi aparatdır. Amma gözün əsas hissəsindən danışanda artıq bu göz almasından biz başlayacağıq öyrənməyə. Gözün əsas hissəsi, yəni göz almasından başlayır. Bax, bu göz alması göz yuvasında yerləşir. İnsan anadan alanda göz alması olduğu böyüklükdə qalır. Ölənə qədər yəni böyümür göz alması. Ona görə deyirik, göz böyüməyən bir orqandır. İndi gözün xarici hissəsi, gözün almasının xarici hissəsi nə rəng görünür? Ağ rəng görünür. Deyəcəyik, gözün bax bu xarici hissəsində ağlı qıyşa var. Bunu elə buradan çəkin. Ağlı qıyşa var. Bu ağlı qıyşa gəlir öndən. Çevrilir olur buynuz qıyşa. Gözümüzün onsuz da əsas funksiyası İşığı gözə işıqdır və gördüyümüz əşyalardır. Bunları analiz eləməkdir. Ona görə bu buynuz qıyşaq işığı sındıraraq gözə ötürür. Yəni işıq sındıran qabiliyyətə malikdir buynuz qıyşaq. Ağlı qıyşa isə, bax bu xarici ağlı qıyşa gözü zədələrdən qoruyur. Mexaniki və kimyəvi təsirlərdən qoruyur. Məsələn, tük düşür, toz düşür, sonra nə bilim gözə isti düşür, spirt düşür. Bunları gözə keçməyinin qarşısına alan gözün ağlı qıyşasıdır. Gözün ağlı qıyşasının altında yerləşir gözün damarlı qıyşası. Damarlı qıyşanın işi isə gözü qidalandırmaqdır. Yəni, damarlı qıyşanın başqa bir şey yoxdur. Yəni, gözü oksigenlə, qida maddələri ilə təmin eləyir. İnsan, deməli,
orqanizmində qanın kapillyarlarda hərəkətinin görünə bilən yeganə yeri bax bu gözün damarlı qırışasıdır. Bəzən bu damarlı qırışa məsələn albinoslarda tamamilə aydın görünür. Yəni göz qıpqırmızı rəngdə görünür. Gözdə əgər pigment olmazsa damarlı qırışa tamamilə aydın bir şəkildə gözdə görünə bilir. Bizdə isə məsələn əsəbləşəndə yerində damarlar çıxır. Bəzən göz qidalandıran damarlar və yaxud da altdakı damarlar orada görmək olar ancaq. Belə. Sonra gözün damarlı qırışasının altında yerləşəcək gözün quzeyli qırışası. Quzeyli qırışanda nə edəcək? Mavi edəcək. Gözün quzeyli qırışası. Quzeyli qırışa öndən qara nöqtə olur bəbəyi. Quzeyli qırışanın ön hissəsinin qara nöqtəsi bəbəyə əmələ gətirir. Gözün quzeyli qırışası sanki dərinin üzərində olan pigmentlər kimi pigmentlərə malikdir. Yəni gözün quzeyli qırışası gözə rəng verir. Məsələn, deyəcəyik ki, tutaq ki, bəzi insanlarda gözün rəngi mavidir, bəzilərində yaşıldır. Bax, bu mavi rəng, yaşıl rəngi gözə verən gözün pigmentləridir. Pigmentlər əgər çox sayılıdırsa, o zaman gözün rəngi daha tünd olar. Pigmentlər zəifdirsə və azsa, o zaman gözün rəngi daha açıq rəng olar. Gözün ortasında bəbək yerləşir və bu bəbək işığı tənzimləyir. Bax, biri var işığı sındırmaq, biri də var işığı tənzimləmək. Tutaq ki, buradan kənarlardan işıqlar daxil olur gözə. Oxlar istiqamətində. Bu oxlar istiqamətində olan işığın hamısını sındırıb gözə daxil eləyən bu şəkildə. Sındıraraq daxil eləyən. Buynuz qırışadır. Onun altında bəbəyi isə bütün işığı gözə ötürmür. İşığı hamısını ötürsə o zaman beynimiz yanar da. O məntiqlə düşünüb gözə müəyyən qədər işıq ötürür. Yəni işığı tənzimləyir. Tənzimləmək üçün onun radial və dairəvi əzələləri var. Əgər dairəvi əzəllər boşalıb, radial əzəllər yığılarsa, bəbək genişlənər. Bu zaman deyirik biz parasimpatik sinirlərdə belə olurdu. Simpatik sinirlərdə bu şəkildə olurdu və bir də qaranlıqda olarkən gözümüzün bəbəyi bu şəkildə genişlənirdi. Əgər gözümüz qaranlıqdan işığa çıxırsa, o zaman deyirik ki, dairəvi əzələlər yığılır, radial əzələlər boşalır və göz bəbəyimiz kiçilir. Bu şəkildə olur. Belə, işığa çıxarkən göz bəbəyi kiçik, qaranlıqda isə göz bəbəyi geniş olur. Bu radiusdan bunun göz bəbəyinin radiusu verilir deməli. Radiusdan kvadratik asılıdır. Diametri, göz bəbəyinin diametri radiusdan kvadratik olaraq düz asılıdır. Pi r kvadratıdır. Pi r olmalıdır. Pi r kvadratı. Və oradan düz asılı olur. Nəsə riyaziyyatda o düstur var bildiyim qədər. Tam indi yadıma düşmədi. Sonra bu bəbəyin arxasında yerləşir billur. Billuru da çəkək yaşıl rəngdə. Billur. Bu şəkildə billur. Billur sərtdir. Və o billur əzələləri vasitəsilə quzeyli qırışaya birləşir. Bu şəkildə birləşir. Və billur gözə düşən deməli işığı sındırma qabiliyyətinə malikdir. Billur işığı sındıra bilər və bundan əlavə də gözümüzün fokuslaşmasını təmin edir. Məsələn, biz yaxına baxırıqsa əgər, yaxındakı əşyaya baxırıqsa, gözün billuru qabarıqlaşır. Qabarıqlaşır, biz onu görürük. Əgər biz uzaqdakı əşyaya baxırıqsa, o zaman gözün billuru yastılaşır. Bu şəkildə yastılaşır. Və biz uzaqdakı əşyanı görürük. Billur qabarıqlaşanda yaxına, billur uzaqlaşanda isə uzağı görmüş oluruq. Billurun arxasında isə gözü doldurur şüşəyə bənzər cisim. Şüşəyə bənzər cisim gözün formasını, yəni gözü doldurur, göz almasını doldurur. O da güclü işıq sındırma qabiliyyətinə malikdir. Sonra bunun da arxasında yerləşir, paldır rəng çəkək bunu da, torlu qırışa. Torlu qırışada çoxlu sayda çöpcüklər və kolbacıqlar var. Kolbacıqlar, bilmirəm bu fotoaparat makinelərində görmüsünüz ya yox. Deməli, orada kolbaların içərisində rənglər olur. Ona görə siz yadda saxlayın ki, gündüz rəngli şeylər gördükdə, gündüz rəngli görməni bizə təmin edən kolbacıqlardır. Gecələr isə biz çox vaxt formanı müəyyən edirik. Tam belə rəngin aid eləyə bilməsək də, əşyanın formalarını aid eləyə bilirik qaranlıqda. Bu isə çöpcüklərin sayəsində baş verir. Sizə məsələn xəstəlik verir, deyir ki, daltonizm. Daltonizm rəng korluğudur. Deyir, daltonizm gözün hansı
deməli, reseptorlarını korlamaz. Sən deyəcəksən ki, kolbacıqların, çünki rəng pozğunluğudur artıq. Toyuq korluğu isə gecə görmədir artıq. Gün batandan sonra bu adam görə bilmir. Deməli, çöpçüklər fəaliyyətini itiribdir. Bu şəkildə bilmiş olun. Çöpçüklər və kolbacıqların işidir. 130 milyondur, 137 milyondur toplamı. Bunun 130 milyonu çöpçük, 7 milyonu isə kolbacıqdan ibarətdir, kolbacıqlardır. Çöpçük və kolbacıqlar, yəni bu görmənin deməli reseptorların ən qalın olduğu hissə sarı nöqtə adlanır. Sarı nöqtə. Sarı ləkə daha doğrusu. Sarı ləkə. Nöqtə yox, sarı ləkə. Sarı ləkə. Sarı ləkədən altda isə bir də bir kor ləkə var. Kor ləkə. Bu burada çəkimdə kor ləkə. Kor ləkə var. Biz cismin əgər xəyalı sarı ləkəyə düşərsə, biz onu görə bilirik. Əgər kor ləkəyə düşərsə, biz onu görə bilmirik. O bəzən insanlar yanımızdan keçir. Sonra qayıdıb deyir ki, sən mən niyə görmədim? Deyirsən ki, vallahi mən səni görmədim. Sən mənim yanımdan keçdin, görmədim. Həqiqətən də elə olur, görmürsən. Çünki onun deməli işığı gəlir sənin kor ləkənə düşür. Ya da ki, bizim gözümüzün, indi mən fokuslaşmışam kompüterin ekranına. Bir dəqiqə. Hə, hər kəs buradadır. Hə. Kompüterin ekranına. Kompüterin ekranına fokuslaşmışam. Mən ətrafda olan əşyaları görmürəm. Bəzi yerlərdə olan əşyaları bilirəm ki, oradadır, amma görmürəm. Bu nədir? Kor ləkəyə düşür deməli onun işığı artıq məndə. Kor ləkədən görmə siniri çıxır. Görmə siniri çıxır. Sarı ləkədə qəbul olunur, ötürülür kor ləkəyə. Kor ləkədən isə görmə sinirliyi ötürülür beyinə. Belə. Bu da reseptorlar. İndi bizdə ən vacib nələr lazımdır bizə? Bizə lazımdır bilmək. İşığı nə sındırdı? İşıq sındıran mühitimiz, işıq sındıran mühitimiz. Oldu. Buynuz qişa. Buynuz qişa. Sonra billur. Billur. Və bir də oldu şişəyə bənzər cisim. İşığı tənzimləyən nə oldu? İşığı tənzimləyən. Tənzimləyən oldu bəbək. Bəbək. Bundan əlavə fokuslaşmanı da təmin elədi. Billur, şişəyə bənzər cismi dedik. Nəsə başqa bir şey. Hə, cismin xəyalı necə alınır? Sən burada bir əşyanı düz formada görürsən, bu formada. Bu gedir, sarı ləkədə tərs formada alınır. Yəni, bax, bu formada alınır. Sonra o gedir, bizim beynimizin ənsə payında düz formaya keçir. Beynimizdə düz formaya keçir. Biz əslində gördüyümüz şey tərsinə formada. Yəni, stakanda su qoyanda bilirsiniz, görünür, evet, tərs görünür. Bax, o misaldır. İşığı gəlir, sarı ləkədə tərsinə alınır. Sonra gedir, beyində düzəlir o. Bu belə. Baxa görə başqa nə yadıma düşsə, onları deyək. Gəlin buradan indi işığın keçdiyi yolu deyək, sonra sinirin keçdiyi yolu deyək. İşığın keçdiyi yola gəlin baxaq. Tutaq ki, gözə işıq düşür. İşıq düşür, işıq. İşıq hansı yollardan keçir? Nə elək nə yazaq ki, qəşəng olsun, qara nə yazaq. İşıq hansı yollardan keçir? İşıq düşür birinci buynuza. Buynuz. Sonra oradan keçir buynuz, bəbək. Bəbək. Oradan keçir buynuz, bəbək, billur. Oradan da keçir şişəyə bənzər cisim. Bənzər cisim. Oradan da keçir sarı ləkə. Bitdi. Burada işığın keçməsi bitdi. Yol bitdi. İşıq keçdi burada. Qəbul olundu. Əla. İndi keçirik görmə siniri. Buradan o tərəfə artıq görmə siniri alınır. Görmə siniri başlayır. Siniri başlayır. Sarı ləkə. Kor ləkə. Kor ləkə. Oradan keçir. Kor ləkədən keçir. Sinir. Deməli. Arabi. Oradan keçir orta beyin. Oradan da keçir. Böyük beyin yarımçələrinin gicgah payına. Gicgah payına. Vəssalam. Bu qədər. Reseptorumuz var. Var.
Hansı reseptor? Sarı ləkə. Reseptordan sonra sinirimiz var. Bəli, var. Kör ləkə. Sinirdən sonra mərkəz var. Bəli, baş beyin yarımkərin gicgah payı. Belə 3 dənə nahiyəni, 3 dənə analizatorun hissəsini qeyd elədik. Bu qədər. Analizatorun bu qədər hissəsi var yəni burada. Keçdiyi yol. Sonra gələk xəstəliklərin. Bunlar sizdə tam aydındır. Buradan sualınız yoxdur ki. Xeyr, mən. Sualınız olsa deyin. Nəyə başa düşməsəniz deyin. Vacib dərsdir. Bir də oxuyanda da yəni sualınız olsa yazın. Gəldik qüsurlara, xəstəliklərə. Çəp gözlük. Çəp gözlük, gözü dedik ki, birləşdirən əzəllər var. Bir gözdə. Bu gün bu sualı verirdilər mənə. Bir gözdə 3 cüt əzələ var. Yəni bir gözdə 6 əzələ var. Əzələ. Yəni 2 gözdə 12 əzələdir artıq. 6 əzələ var. Hansı əzələ hansı tərəfə çəksə, gözümüz o tərəfə gedir. Çəpgözlük də o zaman yaranır ki, bir tərəfdəki əzələ digər tərəfdəki əzələdən qüvvətli olur. Məsələn, bu adamın bu tərəfə çəkən əzələsi bu tərəfə çəkən əzələdən daha qüvvətli olur. Bu daha qüvvətli olanda bunun gözü artıq bu tərəfdə qalır da, bu tərəf özünə doğru çəkə bilmir. Göz çəp alınır. Bu çəpgözlük yaranır. Anadan gəlmə ola bilər, sonradan düzəldilir, əməliyyatla düzəldilə bilir. Yaxından görmə, uzaqdan görmə. Bu qalsın hələ. Bunu izah eləyəcəm çünki. Kataraktı deyim, sonra buna keçək. Katarakt maddələr mübadiləsinin pozulması nəticəsində yaranır və billurun bulanmasıdır. Billurun bulanması bu mirvari suyu deyilən budur. Əməliyyat nəticəsində bu kataraktın mirvari suyunu götürürlər. Billur bulanır, billurda deməli görmə problemi yaranır. Daltonizm. Daltonizm rəng körlüğüdür. Bu adamlar qırmızı rənglə yaşıl rəngi seçə bilmirlər. Bu iki rəngin ikisini boz rəngdə görürlər. Və bu da kolbacıqların fəaliyyətinin pozulmasıdır. Bayaq dediyimiz kimi. Toyuq körlüğü A vitamin çatışmazlığı nəticəsində yaranır və tüpçüklərin fəaliyyətinin pozulmasıdır. Konjunktivit isə konjunktivit ən çox da rast gəlinəndir, uşaqlarda rast gəlinir. İnfeksiyon göz xəstəliyidir. Gözdə iltihablaşma baş verir. Göz iltihablaşır. Belə, gələk indi uzaqdan görmə, yaxından görmə. Deməli, yaxından görmə zamanı göz alması uzun sova olur. Göz alması, hani burada yazıb. Göz alması uzun sova olur. Və bu anadan gəlmə vəziyyətində olur. Amma əgər sonradan qazanılıbsa bu, məsələn, yaşla bağlı olur. Deyir ki, mən yaxını görmürəm və uzaqlaşdırırlar, belə qazeti lap uzaqdan oxuyur bəzi. Deməli, nə idi onun adı? Qocalar. Onda o billurun qabarıqlığının artması nəticəsində olur. Billurun qabarıqlığı artır. Bu adam artıq yaxından görməyə keçir. Yəni bu adam gedir, yaxından görür də, uzağı görmür, yaxını görür. Burada deməli, xəyal, bax, təsəvvür edin ki, bu sarı ləkədir. Xəyal yaxında alınır. Gəlir, bax, bura düşür, bura alınır. Bu zaman bu adama səpici linza verirlər ki, səpici. Bu səpici linzanın görmüş şəklini çəkə biləcəyim. Belə bir şəkli var bunun. Belə bir şəkli var. Yox, belə deyək də, belə bir şəkli var. Səpici linza verirlər ki, bu xəyalı səpsin, uzağa atsın ki, bu getsin, düşsün bura. Bu yaxından görmə. Uzaqdan görmədə isə göz alması qısa olur. Billurun qabarıqlığı zəifləyəndə bu adam gedir uzaqdan görür. Yaxını görmür, uzaqdan baxanda görür. Yaxından baxanda görmür, belə deyək. Uzaqdan görür, uzağı görür. Torlu qişadan deyirik. Bax bu torlu qişada gedir uzaqda alınır. Burada üstündə alınmalı idi. Gəlir işıq düz, bax burada alınır. Bax burada. Onda nə edirlər? Bu səpti linza mənfi linzadır bu arada. Onda nə edirlər? Müsbət linzadan istifadə edirlər ki, toplasın, önə getsin. Toplayıb önə getsin. Burada da deyirlər, qabarıq linzadan istifadə olunur. Bu şəkildə bir linzası var bunda. Toplayıb önə gətirir, sarı ləkə. Yəni uzaqda alınmışdı, yaxına çəkir. Burada da yaxından almışdı, uzağa aparır, tutulur. Bu şəkildə yaxından görmə, uzaqdan görmə. Anadan gəlmə versiyaları göz almasında olan problemlərdir, qısa və yaxud uzun olması. Sonradan yaranması isə bu telefonun televizora baxmaqla bağlı yaranır və yaxud da yaşlılıqla bağlı. O da billurun qabarıqlığının artıb azalması ilə yaranır. Burada baxın, səpici linzadır, mənfi linza, toplayıcı linzadır, müsbət linza. Özdə göstərir. Baxın, xəyal görün nətər alınır. Gedib uzaqda alınıbdır. Görürsünüz. Burada isə düşən xəyal. Yaxında alınmıyor. Burada niyə xəyal belə yaxında? Hə, burada yaxında alınıbdır. Burada uzaqda alınıbdır xəyal. Burada isə çəkib gətirib, normallaşdırıbdır. Düz torlu qişəyə atıbdır. Bu da hissələrdir. Qalanı qalsın dərsimizin. Qalanı keçəcəm gələn dəfə. Hər ki buranı oxuyun, əzbərdən öyrənin.
Başqa nəsə qaldı mı? Qalmadı. Gəlin bir dənə ifrazata aid test işləyək. Çoxalma ifrazata aid. Deyəm, dayandırım. İşləyəm mi? Alo. Qızlar, buradasınız. Bəli, müəllim. İşləyək bir dənə test, yoxsa yoruldunuz? Qalsın, müəllim. Qalsın, həqiqətən. Gəl əvvəldən işlədiydim mən olsun. Gələn səfər əvvəldən işlədəcəm ki, beyniniz yorulmasın. Beyin yorulanda test qalır. Oldu, müəllim. Heç nə onda. Gecəniz xeyrə, bu dərsi qəşəng öyrənin. Maraqlı dərsdir. Bundan sonrakılar bundan asandır nisbətən. Qulaqdır, qulaq biraz çətindir, amma bunlar asandır. Bunu öyrənsəniz qulaq asan gələcək. Oldu. Oldu. Sağ olun onda. Gecəniz xeyrə. Sağ olun, müəllim.